danış da, Delivudmusan. Niye danışmırsan? Danış, yoksa alnının ortasından vuraram. Danış. Vurma. Deyirəm yaxşı. Mən əslində Əhmədi istəyirəm, onun adamıyam mən. Nə? Əhmədi işləyirsən? Hansı Əhməd? Bu Orxanla Tülkünün bastığı otel var, onun yiyəsi Əhməd. Evet. Bu otelin sahibi Əhməd. Niye məni vurdurtsun? Hı? Niye vurdurtsun məni? Doğrusunu bilmirəm. O otelci get vur zavidi. Niye de niye? Niye elə şey istəsin ki o? O normal, düzəməlli, işində gücündə adamdır, elə şey istəsin. Siz əslində onu, bizi tanımırsınız. Biz də əslində Orxan kimi, Türk kimi bir mafyayıq. Hətta onlardan biri təhlükəliyik biz. Yeni düşmənimiz xeyirli olsun onda. Nə deyək? Niye belə bir şey istəyib Əhməd? Hı? De görək. Niye belə şey istəyib? Onu bilmem, biz bundan bir neçə gün əvvəl Orxanın evini basmışdıq. Əhməd ona mallarını ver, geri ver kimi bir şey deyirdi. Bilmem ben. Təəccüblənirik, xeyr. Bu şunasından Orxan çıxacağını usta mən bilirdim, amma Əhmədi işləndə bir təəccübləndim. Hə, mən söhbət tutdum. Mən hər şeyi öyrəndim, sən danışmağa lazım deyil. Mən hər şeyi anladım. Götür bax. Sən gəlib çıxasan da bu evə. Gəlib çıxasan. Hamı niyə mənə xəyanət eləməlidir? Hamı niyə mənə xəyanət eləməlidir? Haradaydın sən? Ailemin yanına gitmiştim. Mənim eşitdiklərimi silə demir, amma sən yanından çıx deyəsən. Mən bundan sonra adamlarımın cibinə bir cihaz yerləşdirirəm. Yanından çıx yəqin sənin. O cihaz sayəsində mən sizin adamlarımın hər yerdə nə danışdığını, nə qardığını işlə bilirəm. Dediklərini işlə bilirəm. Sen bizi polise sattın, niye? Beni tuttular. Əhməd beni harım. Mecbur kaldım. Bilirsən. Susacaqdın. Yenə də susacaqdın. Onda yani daha pis şeyler olmazdı. İndi sən mənə polis satdığın üçün olacaq. Bezdiniz ya məni. Məni həqiqətən bezdiniz ya artıq. Üzr say. Bunu eləmək məcburiyyətindəyəm. Məni satmamalıydın polisə. Bezdim Eday, bezdim xəyanətlərə məruz qalmaqdan. Sasında güzelliğin girmişə akademiyaya. İndi bir şey oldu. Alo. Adam araştırdın.
Ha bu sorğuya çəkdiyim adam. Ha bildim. Yaxşı mən gəlirəm akademiyaya. Orada danışarıq. Oldu sağ ol. Görək bu adamdan nə çıxacaq, nə çıxacaq. Alo, necəsən? Şükür, yaxşılıqdır. Nə var sən, neysən, vəziyyət zat? Məndə də yaxşıdır. Mən gedirəm işə, sonra danışarıq da olar. Nə, öpdüm, sağ ol. Görək bu adamdan nə çıxıb. Gəl, gəl. Nəsən qardaşım? Şükür, yaxşılıq, sən nəsən? Şükür, yaxşılıq. Kes otur, ayaqda qalma. Hə, sən dedin də adamı araşdırdım, elədim. Nə çıxdı bu adamdan? Bu sorğuya çəkdiyimiz adamdan. Qardaşım, yəni bu da elə o biləndən çox fərqi yoxdur, amma sənə pis bir xəbərim var. Nədir ki, o pis xəbər? Qaqa, adam ölüb. Məzəri ya. Nətər ölüb hə bu? Onu hələ ki bilmirik, amma araşdırdıq, tapdıq, adam ölübmüş. Əhməd öldürüb də kimi öldürəcək? Amma indimizdə bir sübut da yoxdur ki, gelib tutaq onu ki, hə bu adam qatildir. Qardaşım sən bilirsən nə var? Sən bir Əhməddə bir araşdır. Gör bu adamdan nə çıxır. Bu adamdan nəsə xeyirli bir şey gəlməyəcək. Yaxşı qardaşım, mənlikdir. Araşdır, araşdır. Onda mən gedirəm işimin başına. Sağ ol qardaşım. Hə, sağ ol qardaşım, sağ ol. Nə olarsan ya? Necəsən Orxan? Yaxşısan? Yaxşıyam da çünki biraz qılçam ağrıyır. Bu Əhməd gəldi, bu bıçağı bir dənə soxdu. Amma işte yaxşı. Yəni, yaxşıyam biraz ağrıyır amma yeriyə bilirəm. Yeriyə bilirəm. Artıq oyuna başlamağın vaxtı gəldi. Biz Zavidi öldürməyə çalışdıq. Öldürəlmədik. Ölmədi adam. Özü ölmürsə, onda biz onun qolunu qanadını qırasın. O işte sənə bırakıram. Bunun bir dənə dostu var. Adını bilmirəm. Onu həmişə yan-yana görürəm. Məsələn, mənim evimi də basanda, o gün mənim evimi basmışdı. Onda da orada da yanımda o adam var idi. Sen onu öldürəsən. Ya da yok, öldürmə. Öldürmə. Onu da belindən vur. Onu da belindən vur. Cavid də onunla əlləşər biraz. O sırada biz də Əhmədin işini bitirərik. Ona verdiyim pulu yediğim kimi alacağım. O iş sənlikdir. Bu Cavidin qolunu qanadan qırmaq işi sənlikdir, Tülkü. Get. Mən də bu Əhmədi doğduğuna pişman. Görəcək o gün, görəcək.
Ay, ya görümdən bura. Hə. Bu meydə ağa aparacaqlar. Bizim uşaqlar necə aparacaqlar məni? Hə, heç nə. Get. Elə bunu soruşacaqdım, işte get. Lazım idi Samirə xəyanət eləmək, hə? Nə gərək var idi? Axırında belə oldu da, nə qədər xəyanət edirsiniz də mənə? Xəyanət eləyənin axırı ölümdür. Yanağırıq. Sən də bilmirəm, yandırıb atarıq mı? Yoxsa bastırarıq mı? Bilmirəm. Bir şəkildə əlləyizik səni. Hələ Orxan da var. Bunun əlindən polislərə də ifşalandım. Bunun bir qisası olacaq. Bunun bir cəzası olacaq yəni. Cəzalandıracam onu. Ya özünə bir şey eləyərəm, ya bilmirəm də baxalım. Alo, qaqa, nə qardın? Araşdır belədin. Hə, araşdır, hə. Bu Əhməd Orxandan da, Türkdən də təhlükəli çıxmış ola bilər ha. Yəni bu dediklərə görə. Nə deyim qaqa? Ən çox xəyanət eləyənləri öldürür. Yəni xəyanət cəzasız qalmamalıdır təbii ki, amma öldürməkdə yoxdur. Neyse qaqa, get evə, get. Hüseyin? Oradasan Hüseyin. Hüseyin, ses ver Hüseyin. Hüseyin, bir şey de Hüseyin. Hüseyin, ses ver Hüseyin. 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 Hüseyin, bir şey de Hüseyin.